Axşamın jackpotu gəldi. Əzizlərim, bugün sizə sarayda yola yaxın, ümumi 3 sot torpağın içində yerləşən 2 mərtəbə üstü mansar, yaşayışlı bu gözəl villanı sizə təqdim edəcəyəm. Əziz izləyicilərim, gedəyin villamızın içərisilə tanış olağın. Həyətdə gördüyünüz kimi bisetkamız, həyətdə sanuzel, əl evi, bundan əlavə əzizlərim, evin böyük tərəfindən padvalına qəşəng çıxış var. Ay sağ ol. Əzizlərim, bundan əlavə evimizin böyük tərəfindən padvalına giriş var ki, bankabolo yığmağa, evin altı necə deyirəm, pogrib. Hər şey var orada, hər şey yığmağa yer var orada. Həyətdə cücə damı, həyətdə gördüyünüz kimi qəşəng yaşıllıq gülləri, meyvə ağaçları, bar verən meyvə ağaçları, ümumiyyətlə əzizlərim, bisetkası, yəni yay mətbəxi kimi də istifadə olunur. Buyurun, həqiqətən də ev iki göz istəyir ki, tamaşa eləməyə. Maşallah, elə bisetkası elədik, elə yaya elə, bütün yaya olursan burada, heç evə ehtiyac yoxdur. Buyurun əzizlərim, evimizlə sizi tanış edin. Əziz izləyicilərim, bu evimizin giriş hissəsidir. Bura qonaq otağıdır. Maşallah, qonaq otağımızda mini banket zalıdır. Əzizlərim, polumuz parketdir. Evimiz avallı proyektdə tikilib. Özünüz də bilirsiniz ki, bu avallı proyekt həm bahalı proyektdir. Həm də usta da onu daha işləyir. Bura bizim mətbəximiz. Əzizlərim, qeyd etdiyim kimi yer parket, pol parketdir, yerdə isti polu. Burası ağzı. İndi də gedəyin əzizlərim, evimizin ikinci mərtəbəsinə tanış olalım. Pirakanın altında qladovka, bankabolo yığmaq üçün qəşəng yerimiz var. Burada bir yataq otağımız. Yataq otağından balkona çıxış var. Burada ikinci yataq otağımız. Burada yine bir otağımız var. Burası sanuzel.